Salam məməcizlərim, davam edirik Əqrəb bürcü ilə. Mart sənin üçün dərin emosiyalar, münasibətlərdə qərar, maddi transformasiya ayıdır. Bu ay gizli olan açılır, yarımçıq qalanlar tamamlanır. 1-2 Mart. Daxili gərginlik şübhələr artmış olsa da, münasibətlərdə kim nə qədər səmimidir? Səmimiyyət sualı yaranır. İç səsinə qulaq as. Amma hərəkət etmə. 3 Mart dolunayı. Sevgi, dostluq, sosial çevrə ilə bağlı aydınlaşmalar ola bilər. Bu aydınlaşma ola bilsin ki, dava-dalaşlarla ola bilər. Amma dost maskası taxan biri özünü göstərə bilər. Bu dolunay sənə həqiqəti göstərir. Bir münasibət ya tam ciddiləşə bilər, ya da münasibət tamamilə bitə bilər. Bu dost çevrəsində göstərir. 4-18 Mart. İş, gündəlik rejimdə dəyişikliklər ola biləcək. Sağlamlığa diqqət etmək lazımdır. Arxa planda səni yoran məsələlər var. Arxa planda sənin arxanca işlər görən bəzi insanlar var. Bu bitmə nöqtəsinə gəlir. Aldanmalara açıq bir dövrdəsiz. Buna diqqət edin. 19 Mart yeni ay. Sevgi yaradıcılığı sahəsində artıq qərar vermə mərhələsidir. Bu şəxsi layihə ilə bağlı ola bilər və yaxud da ailə məsələləri ilə bağlı ola bilər, gündəmə gələ bilər. Ürəyiniz yenidən açılır, yenilik gözləyir. Böyük ehtimal həyatınızda kimsə var və yeni biri çıxır. Siz bunlar arasında qərar verməlisiniz. Yeni tanışlıq, yeni hisslər ola bilər. Və yaxud da şəxsi layihə ilə bağlı əvvəlki işiniz və sonraki işiniz. Yəni müqayisə mövqeyində ola bilərsiniz yeni ay ərəfəsində. Amma kart sizə illatdakı birini seçməyi məsləhət görür. Yeni başlanğıclar üçün gözəl bir vaxtdır. 20 Martdan sonra iş məsuliyyət artır. Günlük həyatın ritmi dəyişir. Sanki nəfəs alırsınız. Daha ciddi planlı hərəkət etmək üçün tam zamanıdır. Rahatlama dönəmidir sizin üçün. Sevgi. 1-10 Mart üçün. Sizin gizli danışıqlar, düşüncələr, qısqanclıqlar, güvən mövzuları aktiv olan bir dövrdür. Bu kart çıxdığı üçün biz deyirik ki, artıq həmin dövrdə 1-10 Martda bu qısqanclıq, güvən mövzularıdır, gündəmdə ola bilər, gizli danışmalar ola bilər, düşüncələr ola bilər. Bu sahədə qalibiyyət, qələbə gözləyir sizi. 3 Mart dolunayı üçün biz kart çəkək. Münasibətlərdə artıq əlaqələr qurulur, ya tamam ya davam nöqtəsidir. Heç bir həqiqət gizli qalmır, aydınlaşma, ünsiyyət qurulur və razılığa gəlmə göstərir. 19 Martdan sonra sevgi münasibətlərində artıq yeni sevgi enerjisi var. Strategiya qurursunuz. Mövcud münasibətdə istilik, etiraz arta bilər sizdə. Öz yolunuzla rahatlıqla gedə bilərsiniz. Artıq qərar vermisiniz. Pul məsələlərinə baxaq. 1-9 Mart. Gözlənilməz xərclər ola bilər. Heç nəyi yarı yolda qoymayın. Ay xərcim çox çıxdı. Borc, kredit məsələlər də gündəmə gələ bilər. 1-9 Martda aktivdir əqrəblər üçün. Kartama mesaj verir ki, cəsur ol, özünə inan və yarı yolda qoyma özünü. Yəni ki, yarımçıq heç bir şeyi qoyma. 10-18 Mart işlə bağlı. İşdən gələn sabit qazanc kiçik, amma davamlı gəlir. Yəni, işlə bağlı nəsə bir gözləntin varsa və yaxud da iş xəbəri gözləyənlər varsa, bu diləyi gerçəkləşəcək. Narahatçılıqlar yox olur. Sanki həyat sevginiz daha da artır. 22-30 Mart. Maddi rahatlama, əmək haqqı artımı və yaxud da əlavə qazanc ehtimalı var. Belə bir əlavə kart ayın enerjisi üçün çəkək. Həqiqətdən qorxma, o səni azad edəcək. Yeni başlanğıclar üçün, yeniliklər üçün çox gözəl bir aydır sizin üçün.
Bu ay səni dəyişdirir. Amma eyni zamanda səni gücləndirir. Yəni yeni başlanğıclara çox cəsarətlə addım atırsınız. Bu qədər mənim əzizlərim. Əgər video sizə toxundusa, bəyənməyi və paylaşmağı unutmayın.